Ben bu məqamda istəyərdim ki, şəhidlərimizin ruhuna və eyni zamanda kəndimizdə dünyasını dəyişmiş bütün babalarımızın, nənələrimizin, atalarımızın, analarımızın ruhuna surə oxumaq üçün Quran oxumaq üçün sözü Nazım ağaya verir. Buyurun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah Teala bu günləri bizə nəsib etmiş, o şərəfli, güclü ordumuza daha güc versin, düşmənlərimizi zəlil müstər eləsin. Allah Ali Baş Komandanımıza güc və qüdrət versin. İnşallah indi bir sürə Quran oxuyaq, şəhidlərimizin və kəndimizdə uymuş bütün keçmişlərimizin ruhu bərhəq. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Yusabbihu lillahi ma fis semavati ve ma fil ardı melikil kudusil azizul hakim. Huvellezî ba'se fil ummiyyin rasûlen minhum yatlu aleyhim âyâtihi ve yuzekkihim ve yuallimumul kitâbe vel hikmete ve in kânû min qablu lafî zalâlin mubîn. وآخرين منهم لما يلحق بهم وهو العزيز الحكيم. ذلك فضل الله يؤتيه من يشاء والله ذو الفضل العظيم. مثل الذين آمنوا التوراة ثم لم مثل الحمار يحمل أسفار بئس مثل قوم الذين كذبوا بآيات الله والله لا يهدي القوم الظالمين. قل يا أيها الذين هادوا إن زعمتم أنكم أولياء لله من دون الناس فتمنوا الموت إن كنتم صادقين ولا يتمنونه أبدا بما قدمت أيديهم والله عليم بالظالمين. قل إن الموت الذين كافرون منهم فإنهم ملاقيكم ثم تردون إلى عالم الغيب والشهادة فإن نبيكم بما كنتم تعملون. يا أيها الذين آمنوا إذا نودي للصلاة من يوم الجمعة فاسعوا إلى ذكر الله وذروا بيع ذلكم خير لكم إن كنتم تعلمون. فإذا قضيت الصلاة فانتشروا في الأرض وابتغوا من فضل الله واذكروا الله كثيرا لعلكم تفلحون. وإذا رأوا تجارة لهن فادعوا إليها وتركوك قائما قل ما عند الله خير من الله ومن تجارة والله خير الرازقين. صدق الله العلي العظيم. سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين. آمين آمين يا رب العالمين آمين. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات. Şerif cümle hediye bunun sağlığını taşıran cemi özünün Seyyid Nazım Ağası'nın ve cemi meclis üzvləri tərəfindən cemi bu kəndimizdən şəhid olmuş və cemi şəhidlərimizin
o cümleden kendimizde, kabirstanlıklarımızda uyumuş geçmişlerimiz var. Onların ruhları şad ila ruhil merhumin mahfuril ma'lumin بحق محمد وآله الطاهرين وبحرمة سورة الفاتحة محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين. إياك نعبد وإياك نستعين. اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. اللهم صل على محمد إلى رحمة الله. Bugün elə bir gündür ki, 35 ildən sonra bu kənddə bu qədər gür səslə müqəddəs Quranımızdan kəlam oxunur. Bugün o qədər tarixi bir gündür ki, 35 il bundan əvvəl bu kənddə müstəqilliyimizin ilk günlərində himnimiz səslənmişdi. Bugün burada bizim himnimiz bir daha səsləndi. 30 ildən artıqdır ki, bu torpağın, bu dağın, bu daşın qulağı bu himnə həsrətidir. Bu Quran səsinə, bu azan səslərinə həsrətidir. Ağa, siz bu kəndin tarixinə yazıldınız. Burada bu qədər gür səslə azanı, bu gözəl Quran surəsini oxudunuz, Allah sizə dəyməsin. Qeyd etmək istəyirəm, bu qaçqınlıq müddətində, dövründə biz Azərbaycanımızın onlarla rayonuna, yüzlərlə kəndinə səpələndik. Hər yer bizim üçün öz doğma kəndimizdir. Ancaq insan doğulduğu kənd, doğulduğu məkan daha şirindir, daha yüksəkdə duran bir yerdir. Əziziyəm, dərəndə, gül çiçəyi dərəndə, gəzsəm bütün dünyanı pay olmaz bizim kəndə. Əzizim saldı bəndə, su axdı doldu bəndə, dünya cənnət olsa da pay olmaz bizim kəndə. Bizim kənd sözün haqqı mənasında, hər kəsin öz doğulduğu kənd gözəldir, gözəl məkandır. Bizim gözümüzdə də kəndimiz müqəddəsdir. Bəlkə qeyd elədim, bir daha bu kəndin müharibə tarixinə qayıtmaq istəyirəm. Qarabağ müharibəsinin ilk dövrlərində bu kəndin 50 nəfərə qədər könüllü döyüşçüsü olur. Bu kəndin qəhrəman döyüşçüləri arasında Azərbaycanın milli qəhrəmanı var. Əliyev Nadir Ağrışoğlu. Allah ona qəni-qəni rəhmət eləsin. Bu kəndin orta məktəbində təhsil almış Azərbaycan bayrağı ordenli 2 nəfər döyüşçüsü var. Qəmbirov Allahverdi Kamranoğlu Əlaqal kənd orta məktəbində oxuyur. Və bir də Təvəkkürdən kəlam olsun bir dəmə. Bu kəndin vətən uğrunda medalı ilə təltif olunmuş şəhidi var. Ələkbərov Salih Sürxayoğlu. Bu kəndin igidliyə görə medalı ilə təltif olunmuş və bugün bizim sıralarımızda duran Bəşirov Nadir Əzimoğlu var. Bu kəndin hərbi xidmətlərə uğrunda, hərbi xidmətlərə görə medalı ilə təltif olunmuş döyüşçüsü vardır. Şəhiddir Şükürov Nurələn İslamoğlu var. Bugün hayatta sağ qalan və bizim sıralarımızda olanlar demirəm ki, qəhrəmanlıq göstərməyirlər. Onların qəhrəmanlığı da böyükdür, misilsizdir. Amma şəhidlərimiz bizim üçün bir həyat məktəbidir, bir örnəkdir. Onlar bizdən qat-qat yuxarıdadır. Əlaqalı məktəbində bu vətənpərvər insanların, övladların yetişməsində söz yox ki, ən böyük rolu Əlaqalı kənd orta məktəbi rol oynayır. O kəndin ziyalıları, bu kənd ən öncə ziyalılar beşiyi olur. Bu kənd igidlər və qəhrəmanlar beşiyi olur. Biz göstərdiyimiz bütün qəhrəmanlıqlara görə, bu torpağı sevdiyimizə görə Əlaqalı kənd orta məktəbinin rəhmətə getmiş müəllimlərinə borçluyuq.